Vətən sevdası yaşa baxmır. Balacadan böyüyə hər bir azərbaycanlı vətəni üçün canından keçməyə, vətəni üçün qan tökməyə hazırdır. Bizim üçün vətən müqəddəsdir. Vətənini müqəddəs bilib, düşməninə nifrət edən, vətəninin dar günündə onun imdadına yetişən oğullarımızdan biri də şəhid əsgər Xəlilov Qədim İlqaroğlu idi. Qədim 2002-ci il avqust ayının 20-sində İsmayıllı rayonunun Hacı Hətəmli kəndində anadan olmuşdur. Lap uşaqlığından, valideynlərindən, müəllimlərindən hər zaman Qarabağ haqqında soruşarmış. Biz ora niyə getmirik? Düşmənlər niyə oradadır? Biz onları niyə torpaqlarımızdan qovalamırıq deyə suallar verərmiş. Qədim orta təhsilini İsmayıllı rayonu Hacı Hətəmli kənd tam orta məktəbində aldıqdan sonra hərbi xidmətə yollanır. Hərbi xidmət zamanı müharibədə iştirak edə bilməməyinin peşmançılığını yaşayan Qədim bu barədə komandirləri ilə söhbətlər edərmiş. Komandirləri isə ona tələsməməsini, müharibənin bitməsinin düşmən tərəfindən gələn təhlükələrin bitməsi mənasına gəlmədiyini demişlərdir. Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətində törətdikləri təxribatların qarşısını almaq üçün silaha sarılan Qədim 2022-ci il sentyabr ayının 14-də şəhidlik zirvəsinə ucalır. Ölümündən sonra Vətən uğrunda medalı və 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif olunur. Şəhid Xəlilov Qədim İlqaroğlu İsmayıllı rayonu Hacı Hətəmli kənd qəbirstanlığında torpağa tapşırılır.